Zilhiccə ayı qurbanlıq ayıdır. Xüsusilə Zilhiccə ayının 10 günlüyü dediyi Qur'an-ı Kərimdə Allah Teala ona and içib və hacılarımız həcdədir. Qurban kəsənlər qurban kəsəcəklər. Burada da inşallah gedə bilməyənlər Qurban bayramını qeyd edəcəklər. Amma hər il Qurban bayramında, həc mövsümündə suallar verilir. Həc nə üçün vacibdir? Nə üçün mən minlərlə kilometr məsafəni qət eləyib Allahla görüşə xüsusi bir yer, Kəbəyə getməliyəm? Məgər Allah məni qaldığım yerdə eşitmir? Nə üçün uzağa gedib Allah özünə bir ev qərar verib ki, mən də gedib o evi ziyarət etməliyəm? Nə üçün mən həccə getdim filan yerdə 2 rükət vacib namaz qılmalıyam? Nə üçün mən şeytana daş atmalıyam? Nə üçün mən qurban kəsməliyəm? Nə üçün mən Allahla görüşüb Kəbə evini tavaf eləyəndən sonra başımı keçəl qırxmalıyam? Olmaz. Sən karvan olanları, karavanda olanlar neçəsi deyir ki, mən qaydandan sonra işim var. Mənim proqramlarım var. Mən başımı qıxmıram. Həccə gedir, Allahın başını qıxmır qaydır. Bütün həccin hamısının fəlsəfəsini, hikmətini Qur'an və Peyğəmbər əhli beyti bizə çatdırıb. Mən bu sualların cavabını verməmişdən qabaq həccin qısa tarixini deyim. Biləsiniz, həcc heç də bizim dinimiz, İslamın, əziz Peyğəmbərin, Allahın salamı olsun ona və əhli beytinə gətirdiyi ibadətlərdən deyil. Həccin indi hal-hazırda olan əməlləri əlbəttə əlavələr də var. Qayıdır İbrahim Peyğəmbərə əleyhissalam, oğlu İsmail əleyhissalama və həyat yoldaşı Hacərə salamullah əleyha və əlavə də ondan da tarixi daha da irəli getsək, həccin bəzi əməlləri xüsusilə şeytana daş atmaq, bəli, qayıdır Adəm Peyğəmbərə əleyhissalam. İndi hacılar çox təəssüf olsun, bəzən bilmirlər, gedirlər, gəlirlər, fəlsəfəsinin, hikmətin başa düşmürlər. Yaxşı olar, hacılar həccə getməmişdən qabaq bir dövrə həcci tanımaq dərsi keçsinlər. Etdiyi əməllərin hikmətini, fəlsəfəsini bilsinlər. Ona görə də baxırıq tarixə, bizim əziz Peyğəmbərimiz gələndə Allahın salamı olsun ona və əhli beytinə cahil ərəblərin həcc mövsümündə etdiyi bəzi əməlləri ləğv elədi. Onlar Allah evini, Kəbəni ziyarət edirdilər. Həmin müşriklər, kafirlər Allah evini, Kəbəni ziyarət edirdilər. Kəbədə yüzlərlə büt saxlayırdılar. Bütləri var idi, eşitmisiniz. Peyğəmbər əleyhissalam və ağamız Həzrət Əli axırda bütləri sındırdı. Və o cümlədən də onlar da Kəbə evini tavaf edirdilər, dövrə vururdular. Qur'an-ı Kərimdə bununla bağlı ayə var. Amma onların həcci, cahiliyyət dövrünün həcci idi. Amma baxırsan, bugün də müsəlmanlar arasında müasir cahil həcilər var. Müasir cahil həcc ziyarətlə gedənlər var. Necə? Üzr istəyirəm. Onlar o zaman bütlərə deyirdilər ləbbeyk. Hacıların ən çox dediyi cümlə nədir? Ləbbeyk, Allahümmə, ləbbeyk. Onlar o zaman Allahın adının əvəzində bütün adını çəkirdilər. Nauzubillah deyirdilər ləbbeyk ya lat. Lat bir dənə bütün adıdır. Ləbbeyk ya uzza. Bir dənə uzza bir bütün adıdır. Ləbbeyk ya mənat. Mənat bir bütün adıdır. İslam dinimiz gəldi. Onların bu şuarınki vardı. Onu ləbbeyki saxladı. Bütləri götürdü. Yerinə nəyi qoydu? Allahı qoydu. Ləbbeyk, Allahümmə ləbbeyk. Amma bugün bəzi müsəlmanlar bu sözü desələr də, ləbbeyki Allaha desələr də, həqiqətdə kimə ləbbeyk deyirlər? Amerikaya ləbbeyk deyirlər. Uşaq qatillərinə, öz nəfsinə ləbbeyk deyirlər. İnanmırsınız? Baxın da müsəlmanlara. Fələstinin ətrafında 300 milyondan çox müsəlman yaşayır. Bircə Fələstin ətrafı ölkələrdə 300 milyondan çox müsəlman var. Orada müsəlmanları qurban kəsirlər, qurbanlığa gedirlər. O bir müsəlmanlar oturub gedib Kəbədə daş atırlar, amma Amerikaya daş ata bilmirlər. Ləbbeyki ona deyirlər. Onlar Kəbə evini üzr istəyirəm çılpaq dövrə vururdular. Hal-hazırda Səudiyyədə olan bu kral ailəsi, görmüsünüz bəzi videolarda, üzr istəyirəm ifadəm öyrə, üzdənraqları dünyanın ən əxlaqsız adamlarını gətirib həccə buraxıblar. Bəziləri baş açıq, bəziləri başqa əxlaqsız insanlar Kəbə evinin yanından selfie çəkib verirlər.
Kəbə evinin o müqəddəs məkan ki, orada ağcaqana da öldürə bilməzsən, əminamanlıq yeridir. O Kəbə evinə əxlaqsızların ayağını açıblar. Bizdə də baxdınızda yavaş-yavaş başlayıblar bir heybətə, imamzadələrə, üzdənraqların ayağını açmağa, əxlaqsızların. Televizordan indi keçiblər hara? Ziyarətgahlara. Ehtiyatlı olun. Bu həmin o ziyarətgahları hörmətdən salmaqdır. Üzdənrağın öz yeri var. O cəmiyyətdə qovulmalı idi. Amma onu qovmayıb, hələ gətirib televizordan, cəmiyyətdən salıblar hara? Müqəddəs məkanlara. Ona görə gərək xalqımız bu məsələlərə diqqətli olsunlar. Möminlər diqqətli olsunlar. Ziyarətgahlar bizim Azərbaycanın, xalqımızın, vətənimizin, müsəlmanların iman və inanc yeridir. Öz evimizə üzdənrağı buraxarıq. Bugün Kəbəyə üzdənrağı buraxırlar. Ziyarətgahlara üzdənrağı buraxırlar. Epstein kimi əxlaqsız adama tərbiyəsiz Kəbə evinin pərdəsini göndərirlər. Həmin o Kəbə evinin pərdəsi ki, bu ildə həc mərasimi qutarandan sonra, milyonlarla hacı onu ziyarət edəndən sonra Quran ayələrindən bəzənən o Kəbə evinin xalça kimi üzdənrağın evində döşəyiblər. Müsəlmanın qeyrəti bunu götürər. Necə ola bilər bu? Amma həcc əməllərin fəlsəfəsi, həccin özünün Kəbə evinin fəlsəfəsi İmam Əmir əl-Müminin əleyhissalam Nəhcül Bəlağada bir xutbəsində buna toxunub, mən tam xutbəni oxumuram, ağamızın bəzi buyurduğu kəlamların hissələrini diqqətinizə çatdırıram. İmam buyurur ki, Allah Taala öz evini ot olmayan, təbiət olmayan, quraqlıq olan səhra kimi bir yerdə, bir ucqar yerdə qərar verdi. Öz evini daşdan qərar verdi, torpaqdan qərar verdi. İnsanlara əmr olundu ki, gedin o evi ziyarət eləyin. Əzab, əziyyətlə. Ora çatdınız, Allah evinə girəndə əyninizdə olan dünya paltarlarını, ki bugün yaraşıq üçün onu geyinirik, paltarı geyinirik, yaraşıq da həm də. Bizim o paltarları əyninizdən çıxardın. Əvəzində əyninizə ehram paltarı geyinin və təkbir deyin. La ilahə illallah, ləbbek bu cümlələrlə bu çətinliklər ki, hamısı var, Allah Taala öz evini qərar verib, hacılar getsin, onu ziyarət eləsin. İmam sonunda buyurur ki, bunun bir hikməti, fəlsəfəsi budur ki, Allah Taala bəndələrini təvazükar, Allahın huzuruna gəlin, sının, əyilin, təvazükar olun, qəlbinizdən təkəbbürü çıxardın. Həccin bir fəlsəfəsi budur. Hacı həccə getdi, təkəbbürü qoyur qırağa. Hara gedirsən? Allahla görüşə. Allahla hər yerdə görüşmək olar. Yox, xüsusi bir Allah Taala'nın təyin etdiyi müqəddəs məkan var. Adəm Peyğəmbər əleyhissalam ilk dünyada tikdiyi ev, ilk torpaq Kəbə evinin torpağıdır. Hacı gedir ora, pul xərcləyir. Minlərlə kilometr əzab, əziyyət, yorğun, arğın, nə olub? Gəlmişəm, sınmışam. Nə demirsən? Tabiyəm. Ona görə biz deyirik, hacılar həccə getdi, gəldi. Hacının gördüyünüz təkəbbürü artdı, biraz da hacı təkəbbürü elədi, deməli onun həcci sol altındadır. Amma yox, həccə getdi, gəldi, dəyişildi, təvazükar olub. Əvvəlki təkəbbürü yoxdur. Deməli o həqiqi hacıdır. İmam Rıza əleyhissalam buyurur, həccin bir fəlsəfəsi də budur ki, insanlar həcc evini ziyarət eləməklə Allahdan bağışlanmaq istəsinlər. Köhnə günahlarına yox desinlər. Kim yaradıb? Allah Taala. Kim ruzi verir? Allah Taala. Günah eləmisən, getdin həccə, görüşdün. Görə deyirsən, səhv eləmişəm də. İmam deyir, köhnə günahlara yox deyir, hacı oradan qayıdır. Allah Taala da vədə verib, hacının bütün günahlarını əfv edir. Bütün. Mələklər hacıya xitab edir. Hacı, axırıncı əməl elədi, əynindən ehram paltarını çıxartdı, təzədən kostyumun geyindi öz ölkəsinə qaydanda. Öz şəhərində hansı paltarı geyinirdi? O paltarı əyninə geyindi, mələklər ona deyirlər. Hacı, Allah Taala indiyə qədər olan bütün günahları bağışladı. Gör bundan sonra özünü necə aparacaqsan. 3. İmam Rıza əleyhissalam buyurur ki, həccin bir fəlsəfəsi pul xərcləməkdir. Allah Taala bəndəsinə görə bu mənim üçün pul xərcləyə bilir. Həcc açıqdır ki, həcc pul istəyir. Həccə getmək pullu olmaq üçündür. Pulu olmayanı həccdə vacib deyil, imkan olmayanı. İndi Allah Taala imam deyir ki, cəmaatı, insanları, bəndələrin yoxlayır ki, görün bu puldan keçə bilir. Yox, bu dostlarına yaxşı şot verə bilir. Necə gəldi, pulun xərcləyə bilir. Ev, eşik, maşın. Amma o maşının pulun 5 dəfə həccin pulu var, ondan bir dəfə Allah üçün gedib Allah evini ziyarət eləmir.
Həccə çatanda nəinki pul xərcləmir, deyir, elə o pulu burada xərcləyin. Yetimlər yada düşür, uşaq evləri yada düşür, yol çəkmək yada düşür, quyu qazmaq yada düşür. Cəmaatı da aldadır ki, nə edirsən? Yox, bir imtahandır. Görüm Allah yolunda bu pul xərcləyib Allahın görüşünə gələ bilir. 4. Həccə gedən insan ehram paltarını geyindi, ona bir neçə şey haram olur. Üzr istəyirəm ağsaqqallardan, hətta həyat yoldaşı belə ona haram olur. Kəbinində olduğu xanımı belə ona haram olur. Ta həccin axırıncı əməlin eləsin çıxsın. Yəni şəhvətə, istəyə, bağlılığa, hətta qadına belə yox deyir həcc mövsümündə. Allahın yolunda. 5. Həcc bərabərliyidir. Həccə gedənlər hamısı bir yerdə. Qara, ağ, nazir, məmur, fəhlə, müdür, hamısı bir yerdə Allah evin dövrə vurur. Hamı bir yerdə qışqırır, bir söz deyir, Allahümmə ləbbeyk. Hamısı əl-ələ verib bir şeytanı daşlayır. Pullu da, kasıb da, müdür də, fəhlə də. İndi heç bu Səudi Ərəbistanda krallar üçün ayrıca Kəbə evinin qapısını açırlar. O Kəbə evinin qapısından girmək onlara nicat verməz. Ora o qədər zalimlər giriblər. Görmüsünüz. Əli xalqının cinayətinə bulaşanlar gedib Kəbə evini girirlər. Bütün bu əməllərin hamısında birlik və qardaşlıq var. Qara dərli, ağ dərli, hamısı çiyin-çiyinə Allah yolunda orada həcc ziyarətini yerinə yetirirlər. Dinin güclənməsi 6. İmam buyurur ki, həccin bir hikməti, bir fəlsəfəsi də nədir? Dinin güclənməsidir. İmam əleyhissalam buyurur ki, Allah Teala həcci ona görə vacib etmişdir ki, təqviyyətən lid-din. Bu din güclənsin. Yeganə İslam dinindədir ki, ildə bir dəfə milyonlarla insanlar hələ Səudiyyə rejimi qoymur, azaldır. İraqdan varlı ölkədir. İraq kasıb ölkədir. 25 milyondan çox insan Ərbəyinə, İmam Hüseyin ziyarətinə gedə bilir. Həcci niyə 3 milyon, uzağı 5 milyon eləyirlər? Bilə-bilirlər. Hələ həcci gözdən salırlar. Hər il həcc qutarandan sonra videolar yayılır. Pintili, çirkinçilik, mundarlıq. Baxmısınız da, hacların bəzi hərəkətləri, orada həccdə ölənlər, dünyasını dəyişənlər, cəmaatda həccə nifrət elətdirirlər. Halbuki həcc müsəlmanların ildə bir dəfə yığışıb, bir yerdə vəhdət, birlik, böyüklük, əzəmət nişanəsidir. Xristianlıqda var? Xeyr. Yahudilikdə var? Xeyr. İslam dini, məzhəbindən, təriqətinə asılı olma, hamısı yığışsa bir yerə, həqiqi həcci yerinə yetirsə, müsəlmanlar bir-birinin dərdinə şərik olsa, həqiqi şeytana daş atsa, görün nə olar. Şeytana daş atmaqdan söhbət düşdü. Şeytan hal-hazırda həcdə daşlanan yerdə həm Adəm Peyğəmbərin əleyhissalam hədislərə əsasən, həm də İbrahim Peyğəmbərin oğlu İsmail əleyhissalamı qurban kəsməyə aparanda gözünə görsənib, ona vəsvəsə eləyib, getmə. Hardan bilsən Allah sənə əmr eləyib oğluvu qurban kəsəsən? İstəyirdi onu imtihandan başuca çıxmasın, aldatsın. Həmin o görsənən yerlərdə Cəbrail əleyhissalam deyir ki, şeytandır, ey Adəm, ey İbrahim, hər ikisinə əmr verib ki, onu daşla, onu qov. İmam Musa Kazım əleyhissalam buyurur ki, bu ondan sonra bir qayda qanun kimi qalıb simvolik olaraq. Hər bir insan da şeytana daş atmalıdır. Hacı gedir, şeytana daş atır. Kimdir o şeytan? Birinci hacı hədislərimizə əsasən öz nəfsinə daş atır. Şeytan bizim nəyimizdən istifadə edir? Birinci şeytan öz içimizdədir, nəfsimizdir. O da deyilir, bəzi insanlar özü şeytandan bədlərdir, özünü qoyub özünə daş atmaq lazımdır. Orada daş atan öz nəfsinə daş atır, nəfsani istəklərini daşlayır. 2. Həccə gedən orada xarici düşmənə daş atır. Şeytan kəlməsi Qur'an-ı Kərimdə həm cinlər üçün gəlib, həm insanlar üçün. Hansı surədə? Nas surəsində. Allaha pənah aparırıq xənnasın şərrindən. Xənnas kimdir? Minəl cinnəti və nas. Həm cinlərdəndir, həm də insanlardandır. Deməli bizim bu günləri aramızda hacı kimə daş atır? Şeytana daş atır. Quran deyir, şeytan iki cürdür. Cinlərdən də var, insanlardan da var. Bugün biz sual veririk, getdin hacı, bildi. Orada bir sütun var. İndi Səudi Ərəbistan rejimi o sütunu da elə qucaqlayıb, qoymur. O həqiqi sütun ki var qalıba. Onu da ətrafını eləyib, yaxşı getdin onu daşladın. Şeytan axı
Təkcə sütun deyil, betondan deyil. Bəs xarici insanlardan və cinlərdən olan şeytanlar. Şeytana daş atırıq. Şeytan da insanların arasında var. Quran deyir. Bəs o kimdir? Trumpa daş atmısan? Uşaq qatilinə daş atmısan? Zalimlara daş atmısan? Zalimlarla mübarizə Quran məntiqində iki cürdür. Bir, bəzən biz dilimizlə deyirik. Allah zalimlara lənət eləsin. Amin. Amin. Amma bəzən demək kifayətdir, dillə yox. Gərək daşı götürəsən, zalimin başına çırpasan. Düzdür ya yox. Necə ki, Kərbalada İmam Hüseyin əleyhissalam götürdü, bu yolda həm şeytanına daş atdı, getmişdi, həcdən gəldi İmam Hüseyin əleyhissalam. Və həm də Yezidə, zamanın Yezidində. Firona daş atmayan, Nəmruda daş atmayan, Yezidə daş atmayan, Trumpa daş atmayan, uşaq qatilinə daş atmayan, xalqın haqqını yeyən, cəmaata zülm eləyən, bunlara daş atmayan gedib həcdə o daşa atır, betona atır. Nə mənası var? Həcci qəbul olsun, amma həqiqi həccin fəlsəfəsini valla başa düşməyib. Dördüncü imamımız İmam Zeynül Abidin əleyhissalam bir nəfər ki, adı Şəbli idi, həcdən qaydırdı, ona dedi, həcci ziyarət eləmisən? Dedi, bəli. Dedi, miqatda düşdün. Miqat hacılar Kəbə evinə getməmiş bir yerdir. Orada əynində olan bu dünya paltarlarını çıxardırlar, ehram genirlər. İmam dedi, miqatda düşdün, əynində olan paltarları çıxardıb qusul verdin. Bəli, ağacan. İmam buyurdu. O zaman ki, əynindən bu dünya paltarlarını çıxardanda niyyət elədin ki, günah paltarını əynindən çıxardırsan, Allaha itaət geyimin əyninə geyinirsən, dedi, yox. İmam buyurdu. O zaman ki, çılpaq oldun, əynində tikilib, hacının paltarında tikmə olmur. Tikilmiş paltarları çıxartdın. O zaman niyyət elədin ki, qəlbindən, içindən riyakarlığı, ikiyüzlülüyü, hacı, riyakarlıqla ikiyüzlülüyü əynindən çıxartdın, şübhəli işləri ki, görürdün ha, şübhəli işlər, onları əynindən çıxartdın, dedi, xeyr. İmam buyurur ki, sanki sən əynindən paltarını çıxardıb, miqata girib ehram bağlamamsan, qusul verməmsən sanki. İmam sonra buyurdu, Allah evinin tavaf elədin, bəli elədim. Allah evini Kəbəni tavaf eləyəndə səmim qəlblə, hətta hədislərdə var ki, niyə biz Kəbə evini sağ tərəfindən tavaf eləmirik? Bu imamın kəlamı deyil, sol tərəfindən. Bizim ürəyimiz Kəbəyə tərəf durmalıdır. Əsas qəlbdir, qəlb. Adamın ürəyi təmiz olsun, burada bilinir. İmamdır ki, sən Kəbə evin dövrə vuranda səmim qəlbdən, şeytanın, nəfsin əmmarədən Allaha pənah apardın, Allahın evinə sığındın. Dedi, xeyr. Onda deyirsən, tavaf eləməmsən ki, sanki. İmam buyurdu, sən Qaradaşı qucaqladın, onu öpdün, Qaradaşı qucaqladın, İbrahim əleyhissalamın məqamında durub orada namaz qıldın. O adam dedi, bəli. İmam buyurdu ki, imam dedi, bunu eşitdi, nalə elədi, fəryad çəkdi, dedi, ah, ah, 2 dəfə hər kəs Qaradaşı qucaqlayarsa, sanki Allahla görüşmüşdür. Bilirsiniz, yer üzərində bir neçə əşya var ki, onlar yer üzərindəndir. Bir də hansı daşdır? Qaradaş. Bu yer üzərindən deyil, behişdən gəlib. Hacılar gedəndə o daşla orada əhd bağlayırlar. O daşla görüşən sanki Allahla görüşür. Onda bax, diqqətli ol. Sən Allahla görüşəndən sonra qayıdıb tüğyan və üsyan eləməyəsən, Allahla bəndəliyi sındırmayasan. Sən 2 dağın arasında, Səfa və Mərvə dağı arasında səy elədin, gedib gəldin, dedi, bəli, ağacan getdim, gəldim. Dedi, nə niyyət elədin? Aya, sənin niyyətin bu idi ki, bu dağdan o dağa qaçıram, ancaq elə yeriməkdir. Xof və rəca, qorxu və ümid arasında getdin. Allah görəsən mənim bağışlayar. Yoxsa Allah rahat sənə, Allah bağışlayacaq. Bilmirsən əməllərin Allah dərgahında qəbul oldu, yoxsa rədd oldu. Dedi, xeyr, imam. İmam dedi, sanki sən elə 2 dağın arasında səy eləməmsən elə bir. Mina dağına üst tutdun, dedi, bəli. Ora üst tutanda, sən Mina dağına tərəf gedəndə, niyyətində bu idi ki, bundan sonra mən gedirəm Minaya, Allahla görüşə, daha bu cəmaata əlimlə, dilimlə zərər vurmayacağam, şərt yetirməyəcəyəm. Qəlbində heç kəsin pisliyini saxlamayacağam. Dedi, xeyr, İmam bunu sən sanki Mina dağına
Getməmisən. Kaş belə gedəydin. Təsirli bir iş görəydin. Sonra imam ona daş atmaqdan danışdı. Daha demirəm, qurban kəsməkdən, başını qırxmaqdan. Başını qırxdın, niyyət elədin ki, başını qırxanda bütün çirkinçilikləri, ruhunda olan bütün o çirkinçilikləri hamısını tökürsən. Qurban kəsəndə imam deyir, niyyət elədin ki, öz tamahvın, və tamahkarlıqdır bu cəmiyyəti bu günə qoyub. Tamahvın başını kəsirsən, niyyət elədin, hərisliyin başını kəsirsən. İmamın hədisi uzundur, mən bəzi yerlərini çatdırdım. Qardaşlar, həc bu qədər dəyərlidir. İndi son. Milyonlarla hacı yığışdı. Bir cəmiyyət bir yerə yığışıbsa, milyonlarla onların sayı varsa, onların bir rəhbəri olmalıdır ya yox. Məsciddə yığışanların bir rəhbəri var ya yox. Bir idarənin rəhbəri var ya yox. Bir zavodun böyüyü var ya yox. Milyonlarla hacı yığışıb həccə Allah evinə, şeytana daş atırlar, qurban kəsirlər. Bu hacıların rəhbəri kimdir? Qardaşlar, düşünmüsünüz? Saudiyanın kralıdır, hansı ki Epeştin adasında şəkilləri var, baxmısınız. Odur, həcc rəhbəri. Kimdir həccin rəhbəri? Həccə gedənlər həm də onu düşünsün ki, bugün bizim həccimizin rəhbəri zamanənin imamıdır. İmam Zaman əleyhissalamdır, amma çox təəssüf olsun ki, o imamı biz bugün görə bilmirik. Allah'ın verə Peyğəmbəri və onun pak əhli beytinə, Allah Teala bizlərə o ağamızın zuhuru ilə həccə getməyi, həqiqi hacılardan olmağı, şeytana həqiqi daş atanlardan olmağı, həqiqi qurban kəsənlərdən olmağı nəsib eləsin. Amin.